Mədət bəy və Nurəddin bəy əl qaldırırlar. Əgər zəruri deyilsə çıxışlarınız, güman edirəm ki, biz əslində gəlin keçək cari məsələlərə. Buyurun. Mədət bəy, buyurun, sonra Nurəddin bəy. Təşəkkür edirəm, hörmətli sədr. Mən Xatirə xanımın çıxışından sonra Əli Quliyevdən sonra ikinci adam idim. Yəni birinci adam idim Əli Quliyevdən sonra. Təəssüf ki, bu zamana gəlib çıxdı. Riyasət heyətinin bütün işlərini alqışlayıram, bu vaxta qədər olan müsbət işlərini. Ancaq bu qədər ziddiyyətlərin olmasını da bilmirdim düzü. Bir nəfərin məsələsini, yəni Faiz Əliyevin məsələsini 2 iclasdır deyəsən həlləyə bilmədi. İndi ən azı 6 nəfərin adı eşitdim mən burada. Bu hesabla 30 gün yox, 4-30 gün və yaxud 6-30 gün çəkir. Mən belə bilirəm ki, hər kəs özündə cəsarət tapıb, yəni mən demirəm ki, deyilən fikirlərin hamısı bir-birinin haqqında ittihamlar tamamilə doğrudur və yaxud səhvdir. Buna bir işçi qrupunun üzvü kimi mən bu fikrə gəlməmişəm hələ. Amma xahiş edirəm və tələb edirəm bir parlament üzvü kimi ki, riyasət heyəti təklikdə parlament deyil. Və yaxud parlamentin üzvləri bir qrup komissiya üzvü, yəni 20 nəfər olsa belə o komissiya üzvü, hələ Azərbaycan Xalq Parlamenti deyil. Yəni mənəmlikdən, egoizmdən biraz əl çəkək. Hər kəs öz qüsurlarını mən də başqalarından daha yaxşı bilirik. Ona görə də xahiş edirəm və bir parlament üzvü kimi, bir həmkarınız kimi tələb də edirəm ki, siz bir-birinizdən aranızda olan o narazılıqları heç işçi qrupunun öhdəsinə buraxmayın. Həll edin və xalqı ümidsiz qoymayın. Xalqın bir üzvü də mənəm. Mən sizə böyük ümid bəsləyirəm. Yadımdadır ki, ikinci ya birinci məruzəmdə idi. Rəhmətli Həsən bəy Zərdabinin məzarı önündə Əhməd bəy Ağaoğlu deyir ki, ey müqəddəs ruh, əlini uzatır cənazəyə tərəf, Həsən bəy Zərdabinin cənazəsinə tərəf. Deyir ki, sən ki gedirsən o dünyaya, bizim babalara salam deyərsən və deyərsən ki, bu nə məmləkətdir, bu nə vətəndir, bizə qoyub getmişsən. Getmişik. Hökumət oğru, məmurları rüşvətxor, bir-iki ziyalısı da var, onlar da bir-biri ilə didişirlər. Gələcək nəsillər bizi də o cür yad eləməsin deyə xahiş edirəm yenə təkrar. Bu məsələni uzatmayın, yəni özünüz öz aranızda 5-6 nəfərin arasında olan da özdə riyasət heyəti, o riyasət heyətində olmayanların da, yəni 4 nəfərdən başqa bir Qurban Məmmədinin adı çəkdir, bir də Əli Quliyevin. Mən bunların adını eşitdim. Yəni siz öz aranızda 6 nəfər bunu asanlıqla həll edə bilərsiniz. Mən o cəsarəti və gözümü, iradəni sizdən gözləyirəm. Təşəkkür edirəm. Sağ olun, var olun. Təşəkkür edirəm, Mədət bəy. Buyurun, Nurəddin bəy. Salam, hər vaxtınız xeyir. Ələssun bəy, şəxsən sizi, parlamentin bütün üzvlərini, millət vəkillərini salamlayıram. Parlamentimizin işinə, sesiyasına uğur arzulayıram. İnşallah daha yaxşı olar. Ən böyük böyülük odur ki, bağışlamağı gərək bacarasan. Ələssun bəy, siz iclası o qədər gözəl, müəyyən o əsas testlər üzərində qurdunuz ki, nişbinliklə bitsin, heç olmasa bir-birimizə yenə də mənalı hörmətlə yanaşaq. Keçən iclasda, bu iclasda da, indi siz dediniz, cari məsələlərə yer verək, xalq bizdən çox şey gözləyir. Parlamentin iclaslarının bir neçə qələbəsini burada dilə gətirmək istəyirəm. Muxtar Respublikada, aqrar sektorda insanlara demək 300 kilo köbürə əvəzinə 150 kilo verirdilər. Səsləndiriləndən sonra artıq 300 kilonun 300 kilosunu da verirlər. Keçən dəfə mən dedim, Naxçıvan Muxtar Respublikasında Kənd Təsərrüfatı Nazirliyinin səhlənkarlığı üzündən keçən il bütün sahəli rayonlarda dabba xəstəliyi çox böyük sad alıb yayılmışdı.
insanlara çox böyük ziyan vurdu. Mal heyvanları ətlərini tökdü, nə qədər müalicəyə pul verdilər. Bu il Kənd Təsərrüfatı Nazirliyi qrup halında 10 nəfərdən, 5 nəfərdən təsərrüfatlara paytarları yolladılar. O vaksinlər vaxtında vuruldu, müəyyən işlər gördü. Bu parlamentin uğuru. Mən səsləndirmişdim. Kimsə o meyvə tərəvəzə kirişalıq eləyirdi, Naxçıvana birbaşa girməsinə imkan vermirdilər. İrandan Bakıya, Bakıdan Naxçıvana gəlirdi. Mən az çəkmək istəmirəm, hansısa qurumun çəksəm sabah qapısını kəsərlər. Birbaşa artıq İran İslam Respublikasından birbaşa meyvə tərəvəz məhsulları Naxçıvana keçir. Tuz mədəninin məsələsini qaldırdıq. Bir il idi ki, fəaliyyət göstərmirdi. Şükür Allaha, o da fəaliyyətini bərpa eləyib. Bunlar çox böyük parlamentin uğurudur. Bu tribunadan səsləndirmişik. Mən şəxsən Ələsgün bəy sizə, sizin dönəm parlamentə sədrlik elədiyiniz dövrdə o qədər, ümumiyyətlə hamısı parlamentimizin için çox yaxşı. Məxsus sizə xüsusi o, necə deyərlər, təşəkkür eləmək istəyirəm ki, müəyyən məsələləri vaxtında qaldırıb, müəyyən məsələləri vaxtında həllindən nail olmuş. İş olan yerdə nöqsan olar. İş olan yerdə nöqsan yoxsa, deməli iş də yoxdur. Bu bir mənalı şəkildədir. O mənada bir daha hər birinizə təşəkkür edirəm. İnsanlar bizdən çox şey gördüyür. Siz inanırsınız ki, addım başı qabağımı kəsib muxtəliflərdə müəyyən şeyləri niyə qaldırmışsınız, niyə demirsiniz? Allah İbrahimliyə rəhmət eləsin. İstiqlalçı deputatlardan biri idi, hamınız tanıyırsınız. Onların kəndində, Zeynədin kəndində, Babəkir rayonunun hüzur mərasimində idim. Bir neçə dindar gəldilər, mənə yaxınlaşdılar ki, və sizi tanıyırıq, bizim su problemimiz var. Sirab gölünü doldurmurlar, biz çox əziyyət çəkirik. Bu məsələni parlamentdə mütləq qaldırır. Babəkir rayonunun Qaraxənbəyli, Qaraçuk kəndləri var idi. Bunlar tanıyırsınız, indi Naxçıvan şəhərinə onlar bağlanıblar, Babəkir rayonundan çıxır. O, ta Qaraca Çobanın, nə bilim, o müəyyən dövrlərinə qədər gedən böyük yaşayış məntəqələridir. Hətta Qaraçuğu bir müddət Cavidabad adlandırdılar. Onu heç kim Cavidabad demirdi. Yenə də Qaraçuq deyirlər. Qaraxənbəyli kəndində dindarlar mənim qabağımı kəsdi yas mərasimində ki, bizim ibadət eləməyə yerimiz yoxdur. Niyə parlamentdə qaldırmırsınız? Deyim, mən üzümü dini qurum üzrə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hazallah Şükür Paşazadəyə müraciət eləmək istəyirəm. Muxtar Respublikanın dini qurumunun rəhbəri Vüqar Babaya müraciət eləmək istəyirəm. Bu dinə ayrılan pullar hara gedir? Nəyə görə hansı kəndlərdə məscid yoxdursa, müsəlman kəndi olaraq niyə orada məscid ikintisinə şərait yaratmışsınız? Nəyə görə? Nə vaxta qədər insanlar ülküblərinin pulu ilə məscid tikdirəcək, nə bilim, mərasim evləri tikdirəcək. Bunu dövlət eləməli olduğu halda nəyə görə bu az təminatlı ailələrin üzərinə düşməlidir? Və bir daha parlamentimizin bütün sessiyalarında bu cür səmimi müzakirələrin getməsinə görə hər bizə təşəkkür edirəm və yenə də təkrar eləmək istəyirəm. Ələsgün bəy, siz başda olmaqla insanlar bir-birini bağışlamağı bacarmalıdır, bir-birinə qucaq açmağı bacarmalıdır və bizim hamımız bir ailənin üzvüyük. Təşəkkür edirəm. Diqqətinizə görə sağ olun. Teşekkür ederim. Riyaset Heyətinin üzvü Abid Qafarov hazırlaşsın. Rüstəm Rüstəmov. Üzr istəyirəm, hörmətli sədr, əlim yuxarıda qalmışdı. Buyurun. Tamam. Teşekkür edirəm. Rüstəm bəy buyurun, hazırlaşsın. Mədət bəy. Mədət Mahmudlu növbəti dəfə söz istəyir. Sağ olun, minnətdarım Ələsgün bəy. Mənə bir çox söz verdiniz, danışmağa imkan yarattınız, minnətdarım. Mən nə demək istəyirəm, bu doğrudan da daxili məsələlərə mən qarışmaq istəmirəm. O çox ümidvaram ki, o yoldaşlar hamısı kimlərin adları keçir, özləri toplaşıb, toparlaşıb dil tapacaqlar və bizim parlament üçün böyük iş görüləcəkdir qabaqda. Mən bayaq dedim ki, burada hərə bir yerdən yığışıb gəlib, hamının bir açıq, belə işıqlı bir məqsədi var. Gəlin elə hamımız o məqsədə qulluq eləyək. İndi nəyi demək istəyirəm, o məsələdən keçək. Bəlkə, bilmirəm vallahi, necə baxırsınız, bəlkə biz oturaq bir konsepsiya işləyək ki, dövlətin ümumiyyətlə bütün sahələri nəzərə almaqla, məsələn, kənd təsərrüfatı inkişafı, təhsil inkişafıdır, ümumi bir konsepsiya hazırlansın, dövlətçilik konsepsiyası. Mən onu nə axtarıram, Azərbaycanda yoxdur belə şey, bilmirəm, varmı, yoxmu da açıq deyirəm. Bir dəfə papıt gələdim, oturam, şimdi özüm işləyəm, amma öz işlərim çox olduğundan onu tək adamın işi deyil. Bunu qruplar yaratmaq müəyyən sahələr üzrə, məsələn, kənd təsərrüfatı üzrə, təhsil üzrə,
Bax, belə bir iş görürsün. Onu deyim ki, Nurəddin bəy çox gözəl dedi ki, demək, işlər gedir və nəzərə alınır, deyir, su dama daşı deşir də, bax, belə bir məsələ var. İndi bax, odur sərhədlər indi yarım açılır, bax, bu hamısı burada səsləndiyindən o işlər gedir sözün həqiqi mənasında. Bir də Nurəddin bəy deyir, məscid yoxdur kəndlərdə, onların Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyinin başında duran rəhbərliyə müraciət edin, Rusiya KGB-sinə, onlar kömək eləyərlər yəqin ki. Bu qədər xahiş edirəm, bununla sözümü bitirirəm, sağ olun. Təşəkkür edirəm. Mənim paqon yoldaşlarımla işiniz olmasın. Mədət bəy, buyurun. Arası bəy, çox qurdalamıyaq, gəlir, hara gelir onu özümdən çox danışmaq istəmirəm, ona görə deyirəm. Sağ olun. Təşəkkür edirəm, hörmətli sədir, hörmətli parlament üzvləri. Mən kəndimizin 2 məhəlləsi var, mərkəzdən deməli 2 kilometr aralıda, amma kəndin adınadır. Hərəsində 15 ev var, təxminən 15 ailə. İkisinin də yolu bağlanmışdı. Birinin yolunu 400 manat almaqla güya yanacaq pulu yığıb, deməli yol idarəsi yaxında 5 kilometrlikdə olan 11 saylı yol idarəsi yolu açıb. Amma digər məhəllə var, Sərtəng adlı məhəllə. Deməli, aprel ayının 5-dən yolu bağlıdır. 4 dəfə prezidentə elektron müraciət yazmışdım. Yəni, hər birində də qeyd eləmişəm ki, bu 4-cü siqnaldır, bu 3-cü siqnaldır. Aprel ayının 24-də Quba rayon icra hakimiyyəti başçısına məktub gəlib ki, 11 sayılı yol idarəsinə və Azərişığın rayon şöbəsinə məktub göndərilib, xahiş olunur ki, tədbir görsünlər. Hələ bir ay keçib, deməli 24-dür, bugün 23-dür. Hələ o məntəqənin yolu, yəni o məhəllənin yolu açılmadı. Bir dəfə təkərli bir texnika göndəriblər. Torpaq sürüşməsinin nəticəsində yolun bataqlıq halda olmasını ali təhsilli yol idarəsi mütəxəssisləri təkərli traktorlar, yəni təkərli texnika ilə aradan qaldırmaq istəyirlər. Görün nə qədər qabiliyyətlidirlər. Halbuki buraya daha tırtıllı traktor, yəni güclü texnika göndərmək lazımdır. Belə görünür ki, deyəsən 2 aylığın da 10 gündən sonra qeyd ediləcək o yolun bağlı olmasını. Bilmirəm, bəlkə 1 ili gözləməli olacaq, onu da demək mümkün deyil hələlik. Belə başa düşürəm ki, heç kəs bu hökumətdə bir-birinin kitabını oxumaq istəmir. Yəni, rayon icra hakimiyyətinin başçı göstərişini 11 saylı yol idarəsi və Azərişığın müvafiq rayon şöbəsi icra eləmək istəmir. Yəni, görünən mənzərə budur. Amma cəmaatın da vəziyyətini heç kəs nəzərə almır. O məntəqədən olan, kənarda yaşayanlar var da, ali təhsilli adamlar var, amma onlar da biganəlikdən, yəni heç bir müraciətləri, mənlə başqa müraciətləri olmayıb. Mən bunu borc bilirəm ki, yəni kəndimizin, xalqımızın necə deyərlər, güzəranı üçün çalışmalıyıq əlbəttə. Bunu da qeyd eləmək istəyirəm. Yəni, buradan da bütün Respublikanın ictimaiyyəti eşidir. Mən həm tələb edirəm, də xahiş edirəm ki, bu 15 ailənin də yolu 2 kilometrlik yolda 5-6 yerdə torpaq sürüşməsi var. Həm də qaz xətti də sürüşür. Yəni, heç bir idarə buna bir tədbir görmək istəmir. Sağ olun, təşəkkür ederim. Təşəkkür edirəm, hörmətli Mədət bəy. Bir də ki, mən də fikir bildirmək istəyirəm. Deyirsiniz ki, bir-birinin kitabını olur, oxuyacaq. İnşallah yazıb oxumağı öyrənsinlər və oxuyacaqlar. Narahat olun. Zakir bəy, buyurun. Təşəkkür edirəm, hörmətli sədir. Artıq 3 saatdan artıqdır ki, müzakirələr gedir. Mən bir təklif ilə şifr eləmək istəyirəm və sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim bu təklifimi səsə qoyasınız. Təklifim nədən ibarətdir?
Rəisət heyətində gedən bu qarşılıqlı ittihamlar mən düşünmürəm ki, cəmiyyətin nə marağındadır, nə də xeyir gətirən bir şey deyil. Başa düşürəm. Bu aşkarlıqdır, demokratiyadır, bunlar hamısı vacibdir. Amma bizim bu zamanda, bu kövrək bir vəziyyətdə parlamentin ikinci biri, bizim orada da biri Teymurun olduğunu nəzərə alaraq çox xahiş edirəm. Bu məsələni qapatmaq üçün, yəni iki qrupu var, iki qrupu araşdırar, orada nə edirlər, öz aranızda, o da yenə deyirəm, qalmalıdır qapalı. Bunun üçün də xahiş edirəm, bu məsələnin açıq müzakirəsini səsə qoyasınız. Millət vəkillərinin əksəriyyət deyək ki, bəli, aşkar olsun, açıq olsun, cəmiyyət bilməlidir, olsun. Yox, etiraz çoxluq olarsa, bunu da yenə nəzər alasınız. Təşəkkür edirəm. Bir daha xahiş edirəm, mənim təklifimi səsə qoyasınız. Təşəkkür edirəm. Təşəkkür edirəm Zakir bəy. Bilmirəm, indi biz bax, hal-hazırda necə səsə qoya bilərik? Prinsiplə də onun əleyhinə deyirəm. Elə o işçi qrupun hesabatı düşünürəm ki, qapalı iclasda müzakirə olunacaqdır. Deyərdim, Ataxan bəy buna münasibət bildirsin. Amma bundan əvvəl bugün mənim iclasda son sədrliyi müddətin başa çatır, əslində sədrlik müddətin başa çatır. Bu dövrdə parlamentin uğurları da olub, münaqişələri də, mübahisələri də, hər şey olubdur. Parlamentin üzvlərinə həbs cəzaları da kəsilib, bu da olubdur. Amma mən düşünürəm ki, arxada qalan 4 ay və bütövlükdə 1 il, 4 ay parlament fəaliyyət göstərir ilk gündən. Nə parlamentin özü üçün, nə bizim hər birimiz, nə də xalqımız üçün, ölkəmiz üçün səmərəsiz keçməyibdir. Bütün çatışmazlıqlara, bütün negativ hallara rəğmən parlamentin özünü qoruyub saxlaya bilməsi, dünyada baş verən hadisələrə dair prinsipial və zamanında mövqe qoyması, ölkədə gedən proseslərə diqqət edərək dəyərləndirməsi, bunlar hamısı bizim yolumuza yazıla bilər. Və bundan sonra da inanıram ki, hamımız əl-ələ verib bu işi davam etdirəcəyik. Mən inanıram ki, hörmətli Ataxan bəy məndən daha uğurlu sədr olacaq. Mən əminəm buna. Və hər birimizi ona dəstək olmağa dəvət eləyirəm. Qaldı bugünkü müzakirən, ola bilər biz indi biraz emosional yanaşırıq. İnanın ki, bu müzakirə cəmiyyətin şüurlu, demokratik dəyərlərə, demokratik əmrlərə meyilli olan, istəyi olan kəsbində yalnız müsbət reaksiya olacaqdır. Bütün o deyək ki, negativ çalarlara baxmayaraq. Ataxan bəy, buyurun. Mən bir daha hər birinizə təşəkkür edirəm. Hörmətli millət vəkilləri, bizi izləyən, bizim yayımları, bizim iclasları paylaşan həmvətənlərimizə təşəkkür edirəm. Və necə deyərlər, məlum latın kəlamında deyildiyi ki, mən ona Azərbaycanca deyəcəm. Deyir, mən bacardığımı etdim. Kim yaxşı bacarırsa, buyursun. Mən inanıram ki, parlamentdə bunu qat-qat yaxşı bacaranlar yetərincədir. Buyurun, Ataxan bəy. Təşəkkürlər, hörmətli sədr. Mən də iclasımızın axırında çox istərdim ki, həm rəyasət heyəti adından, həm də parlamentin, millət vəkillərinin hər bir üzvü adından sizə son 4 ayda çəkdiyiniz zəhmətə, sərf etdiyiniz vaxta, qoyduğunuz enerjiyə müvafiq olaraq sizə öz dərin təşəkkürümüzü bildirək. Həqiqətən də səmərəli oldu. Çox yüksək səviyyədə bu sədrlik təşkilat işləri apardınız. Amma düşünürəm ki, bir növbəti dönəmdə sizin siyasi icmallarınız, Azərbaycan dövlətinin, Azərbaycan
cəmiyyətin inkişaf istiqamətləri baxımından həm daxildə, həm xarici siyasət sahəsində bayaq Rüstəm müəllim dedi ki, biz konsepsiyalarımızı hazırlayaq. Yəni, xarici siyasət konsepsiyası, Azərbaycan dövlətinin hərbi konsepsiyası, Azərbaycan dövlətinin iqtisadi konsepsiyası, sosial konsepsiyası, bu istiqamətdə yəni bizim bütövlükdə Azərbaycan cəmiyyətinin isə çox böyük ehtiyacı var və bu istiqamətdə düşünürəm ki, fəaliyyətiniz davam edəcəkdir. Zakir bəy həqiqətən çox səmərəli təklif irəli sürdü. Bu mənim işimi də xeyli yüngülləşdirəcəkdir. Xatirə xanım yazdı ki, aşkarlığın nəyi pisdir? Aşkarlıq yaxşıdır, amma aşkarlıq bizim effektiv, səmərəli fəaliyyətimizə mane olmamalıdır. Həm də aşkarlıq məzmun baxımından o demək deyil ki, tutaq ki, Azərbaycan cəmiyyəti üçün maraqlı olmayan bizim öz daxili məsələlərimizi onların müzakirəsinə verək. Əlbəttə, bizim daxili münasibətlərimiz hər bir halda Azərbaycan Xalq Parlamentinin iclaslarının müzakirəsinə çıxardıla bilər. Amma bu müzakirələr nə qədər Azərbaycan cəmiyyəti üçün maraqlıdır, nə dərəcədə bunlar mütləq canlı yayımlarda getməlidir. Müzakirələr olsun, amma qapalı iclaslarda. Mən də çox istərdim ki, Ərəstun bəy, Zakir bəyin verdiyi təklifi səsə qoyaq. Parlament daxili münasibətlərin canlı yayımlarda getməməsi üçün qoy millət vəkilləri münasibət bildirsinlər. Əgər həqiqətən də əksəriyyət desə ki, yox, bunlar canlı yayımda getməlidir, qoy getsin. Yox, əgər mən də hesab edirəm ki, bu münasibətlər müzakirə edilməlidir. O parlament iclasında, parlamentin qapalı iclaslarında. Onda yəni bu münasibətlər özünün o aşkarlıq məsələsini, aşkarlıq dərəcəsini qoruyub saxlayacaqdır. Çünki bu məsələlər Azərbaycan cəmiyyəti üçün onların vaxtını almış kimi olacaqdır. Bu baxımdan Zakir bəyin təklifini səmərəli hesab edir və səsə qoyulmasını istərdim. Buyurun. Təşəkkür edirəm Ataxan bəy. O zaman sonda etiraz eləmirsinizsə, Zakir bəy. Üzr istəyirəm, bir kəlmə söz deyim, çox üzr istəyirəm. Öz vagon yoldaşımızı yaddan çıxartmardınız, Madoranı gedəndə yaddan çıxartmayın. Qətiyyən, onu özüm götürüb gətirəcəm. Təşəkkür edirəm. Zakir bəyin verdiyi təklifə münasibət bildirmənizi xahiş edirəm. Kim bu təklifin əleyhinədirsə, xahiş edirəm səs versin. Yəni, Zakir bəy təklif elədi ki, parlament daxili məsələlər yalnız və yalnız qapalı iclaslarda müzakirə olunsun. Buyurun. Prosedura ilə bağlı olar mı? Buyurun, Qurban bəy. Hörmətli millət vəkilləri, qapalı iclas məsələsi bizim reglamentdə konkret yazılıb ki, hansı halda, hansı qaydada 20 millət vəkili Rəyasət Heyəti Parlament sədr və komitələrdən birinin təklifi ilə qapalı keçirilə bilər. Burada bir nəfərin təklifi ilə bu şey səsə qoyula bilməz. Əslində baxsaq, bu qanqaralcı söhbətlər ona görə otağa çıxdı ki, kimlərsə arxada millət vəkilləri arasında nəsə danışırlar, deyirlər, qrup yaradırlar, müzakirə edirlər. Bu şeylərə son qoymaq lazımdır, əsələm. Amma qapalı məsələsi ümumən səsə qoyula bilməz. Reglamentdə var, Ataxan bəy yəqin ki, bunu təsdiqləyir. Təşəkkürlər. Tamam. Onda icazənizlə, əgər Zakir bəy də etiraz eləmirsə, Ataxan bəy də bunu rəyasət heyətində müzakirə eləyək, müvafiq əsaslandırmalara baxaq və yalnız ondan sonra reglamentə və nizamnaməyə uyğun qaydada müzakirə çıxaraq. Etirazınız yoxdur, Zakir bəy? Xeyr, Ərəstun bəy, biz daha təşəkkür edirəm. Təşəkkür edirəm. Reglament uyğun daha yaxşıdır. Amma elə şeylər var ki, onu çox xırdalığına düşünmürəm ki, getmək lazımdır. Xırda bir pozuntu, reglament pozuntusu bizi bir elə günaha batmaz. İstənilən halda Qurban bəyə də təşəkkür edirəm, sizə də, Ataxan bəyə də, həmkarlarıma da. Zakir bəy, mən sizə o 20 nəfəri toplamaqda yanınızdayım. 20 nəfərin təzir. Təşəkkür edirəm. Yenə əl qaldıranlar var, amma dəyərli millət vəkilləri... Ərəstun bəy, çox üzr istəyirəm, bircə kəlmə. Ərəstun bəy, bircə kəlmə. Buyurun. Buyurun. Əvvəla, sağ olun, çox sağ olun, minnətdarım.
Əvvəla Ataxan bəy təbrik edirəm yeni işi ilə bağlı, yeni vəzifəsi bağlı. Vaxtı uzatmaq istəmirəm. Söhbəti bu qapalılığın üstünə gətirirəm. Əgər bizim parlamentdə qapalılıq ayaq tutacaqsa, bu parlamentin ömrü çox qısa olacaqdır. Mən kənardan diqqətlə müşahidə edirəm. Bizim insanlarımız kifayət qədər demokratiya nədir, aşkarlıq nədir, şəffaflıq nədir, bunun əhəmiyyəti nədir dərk eləmirlər. Mən bu qədər, sağ olun. Teşekkür ederim. Medet Bey, buyurun son olarak. Medet Bey'in yəqin əli yuxarıda qalıb. Mikrofonasını zəhmət olmasa Medet Bey. Üzr istəyirəm. Təşəkkür edirəm, hörmətli sədr. Diqqətinizə çatdırım ki, hörmətli parlament üzvləri, artıq biz bir neçə iclasdır ki, 3 saatı keçirik. Buna görə də təklif edirəm ki, o 2 saat, maksimum 2 saatı, maksimum 3 saatla əvəz edək. 2 saatə bitərsə nə yaxşı. Amma maksimum 3 saat saxlayalım. Təşəkkür edirəm, Medet Bey. Hörmətli millət vəkilləri, bugünkü fəal iştirakı görə bir də hamınıza təşəkkür edirəm və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə Azərbaycan Xalq Parlamentinin birinci çağırış 23 may 2026-cı il tarixli 70-ci iclasını bağlı elan edirəm. Thank you.